Xoşbəxt olmaq istəyirsinizsə, həyatınızdan neqativləri çıxardın. Neqativ dediyim şeylər qohumlardır. Sadəcə gəlib sizin evinizdə sizin üzünüzə gülüb, getdikdən sonra isə sadəcə sizin paxıllığınızı çəkən, qısqanclığınızı çəkən, sizin haqqınızda mənfi şeylər danışan insanlardır. Ümumiyyətlə, nə qədər ki üzünüzə gülüb, arxanızla danışan insanlar var, onları tək həyatınızdan yox, ümumiyyətlə evinizdən belə çıxardın. Çünki o insanlar sadəcə gəlib sizə evinizdə ağıl verəcəklər. Amma özlərinin ağılı olsa, özləri üçün bir gün ağlayarlar. Həqiqətən də bu belədir. Özlərinə gün ağlaya bilməyənlər, o atalar sözü var, özünə umac oya bilməyən başqasına ərişdə kəsir. Həqiqətən də bu belədir. Yəni həyatınızdan o insanları çıxardın. Mən bunu özüm üçün etmişəm və hal-hazırda onun faydasını görürəm. Bugünkü gündə yoldaşım da mən də həyatımızdan o neqativ insanları dəf edərək çıxardaraq biz artıq öz həyatımızı, gələcəyimizi qururuq. Bugünkü gün o da işləyir, mən də evdən oturaraq çalışıram, qazanıram və arzularımıza çatırıq. Kiməsə daha doğrusu kiminsə məsləhətinə bizim ehtiyacımız yoxdur. Heç kim bizə ağıl verməsin. Allaha çox şükür. Bir dəfə səhv edəndə bir dəfə düz edirik. Səhvsiz insan da yoxdur. Ümumiyyətlə, nə demək istədiyimi anladınız qızlar. Və qaldı ki, kimlər evdən pul qazanmaq istəyir, gəlir əldə etmək istəyirsə, mənim kimi evdən çıxmadan, qeydiyyat dərdi çəkmədən, komanda qrup maaş almaq istəyirsə, buyurub mənə yaza bilərsiniz. Əlaqə nömrəmi kommentariya bölməsinə